Ya Allah, Bismillah, selamünaleyküm aziz sayfa izleyicileri, güzel insanlar, gününüz hoş, hayırlı, bereketli, uğurlu, faydalı olsun. Bugün 14 April 2026 il, Tərtər rayonu. Sizler için çekip paylaşmak istedim. Pavlonia artık burada çiçekleyip, bak böyle bu şekilde güzel çiçekleri var. Ama çok təəssüflər olsun ki, bu Pavlonia bitkisinin bu kadar hoş ətrin mən buradan sizlər üçün izah edə bilmirəm. Çox həqiqətən də çox xoş ətri var, çox könül oxşayan bir ətri var. Çiçəkləməsi valeh edicidir, çox xoşdur. Həyətlərdə, bağlarda, ofislərdə, villalarda həyətlərində ekilməsi üçün çox gözəl dekorasyon bir bitkidir. Bax belə bir ay 45 gün ərzində çiçəkləməsi olur. Aprelin ortalarından başlayaraq mekanına göre, yerine göre değişir. Mesela bizde şimal zonasında Qubada Pavlonia bitkisi hələ çiçəkləməyib. 45 gün, 40 gün ərzində çiçəkləməsi davam edir. Allah bütün zəhmətkeşlərə xeyirli, bərəkətli, uğurlu, faydalı etsin.